şəhid ailələrini, şəhid ailəsini və müəllimlərimizi, ziyalılarımızı və Rayon Ağsaqqallar Şurasının sədri Hacı Roşan müəllimi və əzizimiz Təvəkkül müəllimi, Teymur müəllimi, digər əzizləri hər bir kəs salamlayıram. Xüsusən də bizim əziz gənc şagirdlərimizi və onların çox hörmətli müəllimələrini. Əlbəttə ki, müqəddəs Quran-ı Kərimimizdə Allah Teala bizə belə bir ayə buyurur ki, insanlar öz gələcək xoşbəxtlikləri üçün addım atmadıqca Allah onlara qalibiyyət, xoşbəxtlik nəsib etmir. İlk öncə insanlar özləri səy etməlidirlər, onun üçün çalışmalıdırlar. Əgər addım atsalar Allah onları əlbəttə ki qalib edər. Necə ki bizim 44 günlük müharibə dövründə, vətən müharibəsi dövründə Uca Rəbbimiz bizə qalibiyyət, zəfər nəsib elədi. Əlbəttə ki, düzdür torpağı şəhidlər, əskərlərimiz, zabitlərimiz azad etdi, amma əlbəttə ki, güclü bir liderə, rəhbərə ehtiyac var idi və bu da bizə Allahın bir lütfu idi ki, bizim çox güclü ölkə başçımız, dövlət başçımız var. Allah dövlətimizi, millətimizi, xalqımızı əbədiyyən böyük zəfər yolunda daim qalib eləsin inşallah.